Türk Dünyası Kinematografçıları İttifaqları Birliği təsis edilib. Prosesin tamamlanması üçün son addımların atılması gözlənilir. Birliklə bağlı Ankara'da Türk Dünyası Sənədli Film Festivalı çərçivəsində mühüm müzakirələr aparılıb. Ətraflı Türkiyə təmsilçimiz Yalçın Tahiroğlu'nun video materialında. Türk dünyasında integrasiya prosesləri kinematografiya sahəsinə də sirayət edib. Türk dövlətləri və icmalarının kinematografçılar ittifaqlarının birliyinin yaranması istiqamətində həlledici mərhələyə qədəm qoyulub. Birliklə bağlı məsələlər Ankara'da başlayan Türk Dünyası Sənədli Film Festivalı çərçivəsində təşkil edilən Kinematografçılar Forumunun əsas müzakirə mövzularından biri olub. Məqsəd birgə layihələr, film istehsalı, bilik və təcrübə mübadiləsinə töhfə verməkdir. Bu yıl fiili olarak harekete geçti. Türkiye'de İstanbul merkezli Türk Dünyası Sinemacılar Birliği diye bir birlik şu anda kuruldu. Cumhurbaşkanımızın himayelerinde imzalarını bekliyor. Xalqlarımızın ayrı-ayrı mədəniyyətləri olmağına baxmayaraq ümumi kökü və ümumi qanımız, ümumi ruhumuz var. Biz o ümumilikdən çıxış eləyib rəngarəngliyimizi bütün dünyaya göstərməliyik. Bu arada Ankara'da Türk Dünyası Jurnalistlər Birliği tərəfindən təşkil edilən 10-cu Sənədli Film Festivalının qala gecəsi keçirildi. Tədbirdə qısa metrajlı, tam metrajlı və tələbə filmləri nominasiyalarında qalib filmlər elan edildi. Bu il festivala təqdim edilən 220 filmdən 146-sı final mərhələsinə vəsiqə qazanıb. Onların arasında ölkəmizdə istehsal edilən filmlər də var. Biz bu festivalda Kürçaylar Anası filminə iştirak edirik. Film tam metrajlı filmdir. Biz Kürçayının mənbəyindən mənsəbinə qədər Allah Ekber dağlarından Türkiyədən başlayaraq Gürcüstan və Azərbaycanda Xəzər dənizinə qədər bütün Kürçayı boyu baş verən prosesləri, çayın iqtisadi, sosial, çay ətrafındakı həyat tərzini lent almışıq. Ankara Şəhər Şurasının dəstəyi ilə Türkiyə paytaxtından start götürən festivaldakı qalib filmləri təqribən bir ay ərzində Türk dövlətlərinin paytaxtlarında izləmək mümkün olacaq. Bu festival aslında gezici bir festival. Hem Ankara merkezli hem de diğer başkentlerine, Ankara'ya, Astana'ya, Taşkent'e, Bakü'ye, Bişkek'e, Aşkabat'a, Lefkoşa'ya, Budapeşte'ye, Üsküp'e, Saraybosna'ya gidiyor ve bu sayede de kültürü, sanatı bir arada yaşıyoruz. Aslında Türk dünyası hem kültürde birlik olduğu gibi, dilde birlik olduğu gibi hem de sanatta da birlik olması lazım. O yüzden de bu festival çok önemli görüyoruz. 10-cu Türk Dünyası Sənədli Film Festivalı noyabrın 20-sində Türkiyənin Niğdə şəhərində yekunlaşacaq. Yalçın Tahiroğlu, Allahverdi Məmmədov, Elnur Orucov, Azərbaycan Televiziyasının Türkiyə bürosu, Ankara.